Bilsiz dərd nədir? Biz xəstəyə börək probleminə görə maye məsləhət görürük və nəticələrə baxanda görürük ki, bu adam mayeni az içib. Sual versən, deyir 4 stəkan deyək də, yəni gün ərzində. Gün ərzində 4 stəkan su içib, ya 5 stəkan içib, içə bilmirəm. Yəni su içə bilməmək belə bir sadəcə o bir söz deyirlər, bəhanədir, bəli, amma içmək lazımdır, ondan gözəl bir şey yoxdur. Normalda ümumiyyətlə bacardığını içməlidir. Mən deyənmərəm, məsələn, 2 litr də olar, 3 litr olar. Adam var günə 5 litr içir və özündə çox yaxşı hiss edir. Adam var 2 litr yarım içir. Yəni 2 litrdən aşağı olmamalı gün ərzində. Yaşadığın yerdən, gördüyün deməli, işdən, əmək fəaliyyətindən asılı oldu ya olmadı. Gün ərzində 2 litr minimum içilməlidir. 2 litr yarım, 3 litr içsən daha əla. Və hətta ağır fiziki işlərlə məşğul adamlar var. Məsələn, deyək ki, bu hərəkətə daha çox eləyirlər, daha çox fiziki gərginlikdə olurlar və daha çox enerji itirirlər. Onlar 4-5 litrə qədər də içə bilərlər və yəni içsələr də belə və çox rahat bir şeydir. Yəni onsuz da filtrasiya olunacaq. Əksinə börək təmiz qalır, iltihab olmur, belə daş kristal problemi olmur. Ona görə su içmək məsləhətdir. Kristallardan, daşlardan daha əhətəli istəyəcəm danışaq irəliyən dəqiqələrdə, amma biz ümumi mövzulara yanaşırıqsa, əsrin bəlası halına gəlib çıxmış stres və yuxusuzluq problemindən istəyəcəm danışaq. Stres, günümüzdə stressiz insan yoxdur. Doktor, gəlin etiraf elə. İndi biz də canlı efirə hazırlaşanda müəyyən stresimiz olur. Siz də eyni zamanda tıxacda, yolda və yaxud da pasientlərin nəticələrində, yəni olur da bəzi halda gərginliyimiz, stresimiz, şəxsi həyat tərzimizdə və yaxud da yuxusuzluq. Bəs bunların börəklərə təsiri? Ümumiyyətlə gün ərzində hesablanıb ki, minimum 8 saat, 7-8 saat yatmalısan. Yəni gözü yumub yatmaq yox, beyin yatmalıdır. Məsələn, mən şəkərli diabet xəstələrinə həmişə deyirəm, təzyiq çəkən insanlara deyirəm ki, ola bilər gecə sən yatmısan, səhər durursan ki, təzyiqin şəkəri yüksəkdirsə, o yatmaq sayılmır. Yəni gözü bağlayıb yatmaq yox, beyin yatmalıdır.